Akıl Bağdadı kanalında Cici Hak Gərdək. Bismillahirrahmanirrahim. Salam mənim əziz və gül balalarım. Xoş gördük sizləri. Bu gecə Həkimənin Ulduzları adlı hekayəni sizlərə danışacağam. Balaca Həkimə pəncərənin yanında oturub göylərə tamaşa edirdi. Ay göyün ortasında parlayan bir çıraq kimi işıq saçır, ulduzlar isə ətrafında göz qırpırdı. Anası yanına gəlib mehribanlıqla soruşdu. Niyə belə maraqla səmaya baxırsan, gözəlim? Həkimə həyəcanla cavab verdi. Ana, niyə Ramazan ayı bu qədər gözəldir? Hamı mehriban olur, dua edir, gülümsəyir. Sanki bu ayda gizli bir sir var. Anası gülümsədi və dedi. Düz deyirsən, mənim diqqətli qızım. Bu ayın böyük bir sirri var. Onu bilmək istəyirsən? Həkimə həyəcanla başını tərpətdi. Anası izah etməyə başladı. Ramazan ayında hər yaxşı əməl sənin qəlbində bir ulduz kimi parlayır. Hər dəfə birinə kömək etsən, mehriban olsan və dua etsən, qəlbində bir yeni ulduz yaranır və işıq saçır. Həkimənin gözləri heyrətdən böyüdü. Həqiqətən? Deməli mən bugün yaxşı işlər etsəm, qəlbimdə ulduzlar olacaq ana. Anası mehribanlıqla dedi. Bəli qızım, kim ki bu ayda səbirli olsa, şükür etsə, insanlara kömək etsə, Quran oxusa və oruç tutsa, onun qəlbi göydəki ulduzlar kimi işıqlanar. Həkimə həmin andaca qərar verdi ki, qəlbini ulduzlarla doldursun. O gün anasına iftar süfrəsini hazırlamaqda kömək etdi. Atasına bir stəkan soyuq su gətirdi. Kədərli olan dostuna gözəl bir nağıl danışdı ki, əhvalı yaxşılaşsın. Axşam yenidən səmaya baxdı və sevinclə dedi. Ana, bu gecə qəlbimin səması daha da gözəlləşib və ulduzlarla dolub. Sonra düşündü və həyəcanla əlavə etdi. Hiss edirəm ki, İmam Zaman Əcil Fərəcəhum mənim dediklərimi və etdiklərimi görür və eşidir. Anası onu bağrına bastı və mehribanlıqla dedi. Əlbəttə canım, bu ulduzlar həmişə qəlbində qalacaq və onların işığı sənin həyat yolunu işıqlandıracaq. Ramazan ayı hər il gəlir ki, qəlbimizi və ruhumuzu təmizləyək. Kədərdən, kin-kudurətdən və bütün pis vərdişlərdən qurtulaq. Bu ay bizə fürsət verir ki, dualarımızla, gözəl əxlaqımızla və doğru davranışlarımızla qəlbimizi nurlandıraq. O gündən sonra həkimə başa düşdü ki, Ramazan sadəcə adi bir ay deyil. Bu sehirli bir aydır ki, insanların qəlbini bir səma kimi parlaq və ulduzlarla dolu edə bilir. Əziz balalar, hekayəmiz sona çatdı. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Hekayəmiz barədə şəkil çəkib bizə göndərməyi unutmayın.